günləri artıq geridə qalıb, amma süfrələrin izi hələ də bizimlədir. Şəkərbura, paxlava və yağlı yeməklərdən sonra bir çoxumuz ya həzm problemləri yaşayırıq, ya da qəfil pəhrizə başlayırıq. Bayramdan və tətil günlərindən sonra edilən ən böyük səhvlərdən biri qida rasionunun qəfil dəyişməsidir. Bu zaman maddələr mübadiləsi pozulur. Orqanizmdə ciddi dəyişikliklər başlayır. Nəticədə sağlamlığımıza zərər vururuq. Bəs tətildən sonra pəhrizə necə başlayaq? Gündəlik olaraqdan rasionumuza tərəvəzli qidaların alınmasını, bol maye içilməsini məsləhət görürəm ki, orqanizmamız bəzi toksin maddələrdən təmizlənsin. Mədədə köp, reflüks, öd kisəsi daşlarının maddələr mübadiləsinin pozulmasına yol aça bilərik. Karbonhidratlı qidaların miqdarını azaltmalı, yağ oranımızı azaltmalı, daha çox tərəvəz və vitaminlərə üstünlük verilməlidir. Mütəxəssislər deyirlər ki, düzgün və sağlam qidalanmaya keçid mərhələli şəkildə aparılmalıdır. Xüsusilə su və digər faydalı mayelərin qəbulu artırılmalı, yağlı və qızartma yeməklər isə tədricən rasiondan çıxarılmalıdır. Amma sağlam və pəhriz hesab etdiyimiz qidaları da balanslı və peşəkarların tövsiyəsi ilə qəbul etmək lazımdır. Həddindən artıq və nizamsız qidalanma mədənin fəaliyyətinə birbaşa təsir edir. Əgər bunlara şuurlu şəkildə yanaşmasaq, bizim mədə-bağırsaq sistemimizə çox böyük, güclü təsiri olacaq. Niyə? Çünki orqanizm az yeməyə, dediyim kimi, öyrəşən orqanizm birdən-birə həddən artıq kalori ilə, həddən artıq karbohidratlı yeməkləri çox miqdarda yeməyə başlayanda bu birbaşa həm qaraciyərə, həm mədə-altı vəzə, həm 10 kilonluq bağırsağa, həm də mədəyə böyük mənfi təsirlər göstərir. Artıq çəkidən xilas olmaq üçün sadəcə pəhriz kifayət etmir. Bunun üçün fiziki aktivliyinizi də bərpa etməlisiniz.